Bugün kəndin ən dadlı, ən ləzzətli yeməklərindən biri olan yaşıl lobya supunu necə hazırlayırıq, onu paylaşıram. Ən az lobyanın çığırtması qədər onun sousu da, şorbası da çox dadlı olur. Sınayın, inanın ki, peşman olmayacaqsınız. Bu yeməyi hazırlamaq üçün ilk öncə bağa yollandım. Avqust ayında əkdiyim yerli növ payızlıq lobyalardan yığma. Yığdığım lobyaların hər iki uzunu kəsmə şərti ilə xırda-xırda bir qaba doğrayıram və sonra bol su ilə həmin lobyaları yuyub bir kənara alıram. Sonra 2 ədəd soğanı xırda-xırda doğrayaraq qazana əlavə edirəm və qızılı rəng alana qədər qovururam. Soğan qızarana qədər kənarda 4 ədəd kartofu xırda dilimlər halında doğrayıram. Burada isə yayda bağladığım pomidor, biber, tomatından da soğanı əlavə edərək üzərinə doğradığım kartofu və lobyanı tökürəm. Ən sonda isə duzunu və suyunu da tökdükdən sonra qapağını örtərək vamodda qaynamağa qoyuram. Təxmini 40 dəqiqə vamodda qaynayaraq suyu çəkilənə qədər bişirilir. Çox dadlı və həlimli bir şorba alınır. Əminəm ki, bişirəcək olanlar bundan təkrar bişirmək istəyirlər. Həyatı ilə bağlı belə formatda videolar sevirsinizsə səhifəmə abunə olmağı unutmayın. Növbəti postlarda görüşənədək. Hələlik.